Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsində Qubçalı həyət evimiz çıxıb satışa. Qəşəng yerlədir, magistral yola yaxın yerdə. Təmirli vəziyyətdə yaşayışlı evimiz 70 kvadrat yaşayış sahəsindən yarım sot torpaq sahəsindən ibarətdir. Həyətinə bax, bu cür böyük həyəti var. Maşın girir, ehtiyac su çəni var, mərkəzi kanalizasiya, qazı, suyu, işığı, interneti, hər bir xətti var. Mərtəbələr arası monolit beton, 2 mərtəbə, 3 otaqlı həyət evimiz. İndi isə evin daxil hissəsini sizə təqdim edim. Hörmətli izləyicilərimiz, evin daxil hissəsinə keçdik. Bax, bu cür burada mətbəx mebeli yığılıb. Mətbəx mebeli kombi, bəzi əşyalar qiymətə daxil qalacaq. 2 mərtəbə monolit betonlu evimiz. Qiymət isə 66.000 manat. Real müştərilərə endirim gözlənilir. Əsas yola yaxın vəziyyətdə yerləşir. Sanitar qoşaq hissəmiz 2 kvadrat yarım ərazisi var. Tam yaşayışlı bir evdir. Aksesuarlar da var. Bu isə salon hissəmiz qəşəng geniş formada. Görsünüz, qəşəng təmirli yığcam 2 mərtəbə evimiz 66.000 manatdan satışa çıxıb. Evin Qubçada əks olunmuş daxili sahəsi 70 kvadrat. Təmirli ev, Qubçası var. İpotekaya, bank şərtlərinə tam uyğun vəziyyətdə inşa olunub. İkinci mərtəbəyə daxil olduq. Bax, burada qəşəng bir 16 kvadratlıq qəşəng yataq otağımız var. Müasir tipli, zövqlü şəkildə. Bax, bu cür geniş, həddindən artıq genişdir. Görürsünüz, mebellərimiz klassik mebeldir. Ərazi yer tutan mebeldir, amma ətrafda kifayət qədər geniş yer var. 2 yataq otağı, 1 salon, 1 sanitar qovşaq mətbəxdən ibarətdir. Bu isə ikinci yataq otağımız. Burada çox geniş formadadır, görürsünüz. Burada da kiçik kladovka hissəsi var. Burada da hər şey etmək olar. Paltar üçün qardırobu yığmaq mümkündür. Beləliklə evimizin kvadratı 70 kvadrat, 2 mərtəbə, 3 otaq. Mərtəbələr arası monolit beton. Qiymət 66.000 manatdan deyilir. Real müştərilərə endirim olunacaq. Kondisioner də mövcuddur. 60 kvadratlıq böyük markaya malik olan kondisionerimiz. 66.000 manat ipoteka şərtlərinə uyğundur. Tam Qubçası var. Real şəkildə ipoteka şərtlərinə uyğundur. Buyurun, diqqətinizə və izlədiyiniz üçün təşəkkür ederim.